Başa düşmürəm, niyə ayrılmalıyam ki? Özün bilirsən. Boşanıbdı deyə. Sən bilirsən ki, mama, papa istəmir. Yəni sizin üçün bir insan boşanıbdırsa, deməli onun həyatı bitməlidir elə. Yəni onu nə sevə bilər, nə onu sevə bilərlər. Niko, sən razı olmasan, sən heç nəsiz qalacaqsan. Nə pulun olacaq, nə də evin olacaq. Heç nə olmaz, mən razıyam. Qoy evim olmasın, pulum olmasın, amma bilim ki, yanımda məni sevən ailəm var. Nərmin, salam. Salam. Bilirsən də Nikonun qardaşıyam. Bilirəm, tanıyıram. Mama, papa gil istəmirlər ki, siz bir yerdə olasınız. Bilirəm. Ona görə də siz ayrılmalısınız. Niyə ayrılmalıyıq? Yəni biz böyük adamlarıq. Öz qərarlarımızı özümüz verə bilirik. Yəni bir-birimizi də sevirik. Niyə kimisi sözündən ayrılmalıyıq axı? Nərmin, onda sənə təklifim var. Burada 100 mindir. Bunları götür. Göd özbə başqa həyat qur. Amma çox xahiş edirəm, Nikodan əl çək. Niko. Hə, Elmar. İndi Nərmingilin qapısına getmişəm. Ona pul təklif eləmişəm ki, sənlə ayrılsın. O da razılaşıb. Nə? Görsən, əsl üzü ortaya çıxıb. Yaxşı. Başa düşdüm. Dava gəl evə, papa ilə barış. Və üzr üstə. Gələcəm, yaxşı. Səncə həyat ev alaq yoxsa bina? O həyat yaxşıdır. Girl, you're crystal, yaşantan maydan, miştal, vermaydan.